Siz də pensiyaların artmasını istəyirsinizsə kanala abunə olub videonu bəyənməyi unutmayın. Bayram ərəfəsində sosial ödənişlərin qrafikdən əvvəl verilməsi bir çox ailənin gündəlik həyatını xeyli asanlaşdırdı və onların bayrama daha rahat hazırlaşmasına imkan yaratdı. Lakin bu qərarın digər tərəfi də mövcuddur və bəzi vətəndaşlar üçün müəyyən çətinliklər yarada bilər. Belə ki, əgər növbəti ay sosial ödənişlər yenidən əvvəlki tariflərdə həyata keçirilsə, sosial gəlirlə yaşayan insanlar təxminən 40 gün müddətində yeni vəsait almadan gözləməli ola bilərlər. Bu isə xüsusilə yalnız pensiya və ya sosial müavinətlə dolanan ailələr üçün maliyyə baxımından çətinlik yarada bilər. Çünki bu kateqoriyaya daxil olan insanların əsas və bəzən də yeganə gəlir mənbəyi məhz həmin ödənişlərdir. Belə vəziyyət yarananda bir çox insan haqlı olaraq sual edir. Bu riski azaltmaq üçün pensiya və müavinətlərin ödəniş tarifini daha erkən vaxta keçirmək mümkündürmü? Yəni sosial ödənişlərin tarifinin daimi şəkildə bir qədər irəli çəkilməsi insanların büdcə planlamasını daha rahat edə bilərmi? NES 365 az xəbər verir ki, Global Info, aza danışan iqtisadçı Eyüp Kərimli bildirib ki, hökumət bayram ərəfəsində insanların alış-verişlərini daha rahat planlaşdıra bilməsi üçün pensiyaların və digər sosial ödənişlərin daha erkən verilməsi barədə qərar qəbul edir. Onun sözlərinə görə, bu yanaşma sosial baxımdan məntiqli və məqsədəuyğun addım hesab olunur. İqtisadçı qeyd edir ki, belə qərarların əsas məqsədi vətəndaşların bayram hazırlığını daha rahat etməsinə şərait yaratmaqdır. İnsanlar bayrama bir neçə gün qalmış deyil, əvvəlcədən ərzaq məhsulları, hədiyyələr və digər zəruri ehtiyaclarını ala bilirlər. Bu da həm ailə büdcəsinin daha düzgün planlaşdırılmasına kömək edir, həm də bayram günlərində yaranan əlavə xərclərin daha rahat qarşılanmasına imkan verir. Bəzən bayram ərəfəsində bazarlarda qiymət artımı da müşahidə olunur və vətəndaşların vəsaiti daha tez əldə etməsi onlara müəyyən qədər qənaət etməyə də şərait yaradır. Digər tərəfdən, iqtisadçı vurğulayır ki, hər bir insan şəxsi büdcəsini düzgün idarə etməyi bacarmalıdır. Pensiya və ya müavinəti daha tez alan şəxs nəzərə almalıdır ki, növbəti ödənişə qədər olan müddət bir qədər uzun ola bilər. Bu səbəbdən əldə olunan vəsaitin xərclənməsi planlı şəkildə həyata keçirilməli, gündəlik və aylıq xərclər əvvəlcədən hesablanmalıdır. Büdcənin düzgün planlaşdırılması xüsusilə sabit gəliri məhdud olan insanlar üçün böyük əhəmiyyət daşıyır. Eyüp Kərimli əlavə edib ki, pensiya və müavinətlərin verilmə tarifinin ümumi şəkildə dəyişdirilməsi hazırki mərhələdə çox da inandırıcı görünmür. Onun fikrincə, belə dəyişikliklər geniş maliyyə və inzibati planlama tələb edir və qısa müddətdə həyata keçirilməsi çətin ola bilər. Buna görə də sosial ödənişləri daha erkən alan şəxslər xərclərini buna uyğun şəkildə planlaşdırmalı və növbəti ödənişə qədər olan müddəti nəzərə almalıdırlar. İqtisadçı onu da qeyd edib ki, bu məsələ yalnız pensiya və müavinət alan şəxslərə aid deyil. Maaşla çalışan insanlar üçün də oxşar vəziyyətlər tez-tez baş verir. Məsələn, dövlət və ya özəl sektorda çalışan bəzi şəxslər əmək haqqını ayın ortalarında alır və növbəti maaşa qədər müəyyən müddət gözləməli olurlar. Buna baxmayaraq, həmin insanlar da xərclərini planlaşdıraraq büdcələrini idarə etməyə çalışırlar. Bu baxımdan maliyyə savadlılığı və şəxsi büdcə idarə etməsi hər bir vətəndaş üçün vacib bacarıq hesab olunur. Ekspertin sözlərinə görə, sosial ödənişlərin tarifində müəyyən düzəlişlər nəzəri baxımdan mümkün ola bilər. Məsələn, əgər normal qrafikə əsasən pensiyanın 21 və ya 22 mart tarifində ödənilməsi nəzərdə tutulubsa və bayram səbəbindən bu ödəniş 15 mart tarifində həyata keçirilirsə, növbəti ay vətəndaşların uzun müddət gəlirsiz qalmaması üçün ödəniş tarifinin bir qədər irəli çəkilməsi nəzərdən keçirilə bilər. Onun fikrincə, belə hallarda növbəti ödənişin 17 və ya 18 tariflərində verilməsi daha məqsədə uyğun ola bilər. Bu yanaşma həm dövlətin maliyyə planlamasına ciddi təsir etməz, həm də vətəndaşların uzun müddət sosial ödənişsiz qalmasının qarşısını qismən ala bilər. Bununla belə, iqtisadçı hesab edir ki, əsas məsələ yenə də şəxsi maliyyə planlaşdırmasıdır və hər bir vətəndaş gəlirlərini və xərclərini balanslı şəkildə idarə etməyi öyrənməlidir.